Bəli, Çinarə, vurğuladığın kimi 5 və 12 aprel tarixlərində ümumi orta təhsil səviyyəsi üzrə həm 11-ci sinif şagirdləri, eyni zamanda 9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcək və bu imtahanda təbii ki, uzun müddətdə hazırlaşır şagirdlər və 5-12 aprel tarixlərində iştirak edə bilərlər. Amma əvvəlcə bir məqam vurğulayım ki, imtahan saat 11:00-da gerçəkləşdiriləcək və imtahan zalına mütləq şəkildə 15 dəqiqə qalmış daxil olmaq lazımdır. Çünki 15 dəqiqə qalmış artıq imtahan otaqlarının qapıları bağlanır və imtahana giriş mümkünsüz hala gəlir. Mütləq şəkildə abituriyentlər imtahan zalına gedərkən, imtahanın keçiriləcəyi yerə gedərkən buraxılış vərəqələrini və şəxsiyyəti təsdiq edən sənədin əslini özləri ilə gətirməlidirlər və bu məqam xüsusilə diqqətdə saxlamalıdır. Çünki sənədləri olmayan şəxslər imtahan zalına buraxılmayacaqlar və eyni zamanda imtahana daxil olduqdan sonra diqqət yayındırıcı vasitələrin eyni zamanda hər hansı cavabı özündə ehtiva edən məqamları və yaxud da hazırladıqları vərəqləri, hansısa bir detalları özləri gətirməməlidir. Çünki bu zamanda imtahan nəticələri həmin şəxslərin əllərində olan həmin o məhsullar tapılır və imtahan nəticələri də ləğv edilir. Bu baxımdan elə bundan əvvəlki imtahanlarda da biz bunun şahidi olduq. Bununla bağlı Dövlət İmtahan Mərkəzi də məlumat yaydı və bu məqam xüsusilə diqqətdə saxlanmalıdır. İndiki məqamda keçiriləcək buraxılış imtahanı 2 zona olmaqla 2 dəfə keçiriləcək. 5 aprel tarixində müəyyən edilən istiqamətləri öyrənmək üçün təbii ki, Dövlət İmtahan Mərkəzinin rəsmi saytına daxil olmaq lazımdır. Orada hansı bölgə üzrə, hansı tarixlərdə keçiriləcək qeyd olunub detallı şəkildə və təbii ki, 2 zona olmaqla dedik ki, 5 və 12 aprel tarixlərində təyin olacaq bu imtahanlar və İmtahan binasına da dediyimiz kimi mütləq şəkildə də yoxlanış vaxtına az qalmış 1 saat hətta öncədən getmək, yarım saat əvvəlcədən getmək tövsiyə olunur ki, orada yoxlanış prosesindən keçilən zaman vaxt itkisi yaranmasın, rahat bir şəkildə imtahana daxil ola bilsinlər və yəni bir məqam da var ki, elə ümumi təhsil müəssisələri məsələ şagirdlərin buraxılış vərəqələrini bəzi hallarda özləri də çap edir və buraxılış vərəqələri və şəxsiyyət vəsiqələrini təsdiq edən, yəni şəxsiyyət vəsiqələri olmadan imtahana girmək olmur. Bu baxımdan da təbii ki, mütləq şəkildə sənədlərini yoxlamalıdırlar və Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilən sənədləri də mütləq şəkildə nəzərdən keçirib özləri gətirməyi də unutmasınlar. Çatdıra biləcəyimiz informasiyalar bu qədərdir. Sözü yenidən sizə ötürürəm. Təşəkkürümü bildirirəm Rəqsanə məlumatları bizə çatdırdığına görə.